Sabahınız xeyirli olsun değerli izləyicilər, traderlər, həmkarlar, iqtisadçılar. Bugün may ayının 7-sidir və beynəlxalq maliyyə birjasında nələr baş verəcəkdən öncə demək istəyirəm ki, dünən Siqnal kanalında paylaşdığımız 7 siqnal mükəmməl dərəcədə öz doğruluğunu göstərdi və bundan əvvəlki gündə 8 siqnalımız mükəmməl nəticə verdi. Yəni dünən biz YouTube kanalında da paylaşıldı, canlı olaraq paylaşdıq, real hesabları əməliyyatlara verdi. Yəni euro dollarda, funt dollarda, bitcoin'da, gümüşdə, neftdə və 2 siqnal da qızıldan gəldi. Yəni 7 mükəmməl bir siqnal oldu. Yəni bütün traderlər gəlirlə bazardan çıxdılar. Təbii ki, bazardan gəlirlə çıxa bilməyənlər böyük lotlarla bazara girib korreksiyalara, balanslara dözməyən traderlərdir. Amma təmkinli, səbirli, ağıllı traderlər hər zaman risk menecmentə riayət edib və müəyyən pul gəlirlərini əldə edirlər. Nəysə, bugün keçək Siqnal kanalında biz hansı siqnalları paylaşdıq? Yəni qızılda biz səhər saatlarında canlı olaraq 4700-dən və 4000 hətta 699-lardan 98-lərdən alış əməliyyatlarını verdi. Və siqnalı isə 4703-lərdən paylaşdıq ki, 4010 dollara qalxış, 11 dollara qalxışdan, yəni 4114-lərdə ilkin take profit, yəni əsas alışlar isə 4722-lərdən gələcək, yəni 4772-lər, 4810-lara qədər. Və hal-hazırda 4000 siqnal kanalında 4703-dən bay verən bütün traderlər gəlirdədir. Nə üçün? Çünki hazırki vəziyyətdə mən sizə danışıram, qiymət 4711-lərə artıq keçib. Və demək olar ki, take profitə yaxınlaşır, yəni 2 dolları qalıb ki, take profitə yaxınlaşsın. Yəni bu həqiqətən mükəmməl bir nəticədir. Satış əməliyyatları üçün isə 4689-lardan təyin etmişik. Təbii ki, bu gün ərzində ən yeni xəbərləri biz dərhal Siqnal kanalına paylaşırıq. Yəni siz də mümkünsə Siqnal kanalına üzv olun. Yəni Siqnal kanalında hər biriniz görürsünüz. Yəni YouTube kanalında biz canlı olaraq qrafik üzərində göstəririk. Bütün real hesablara daha bu demo deyən insanlar üçün, yəni mümkünsə diqqətlə baxsaz YouTube'da canlı olaraq, yəni real hesablara baxsaz, yəni bilərsiniz ki, bu demo yoxsa illüziya Yəni orada rahat bir şəkildə baxa bilərsiniz. Təbii ki, bu sualları uşaqlar verirlər, ümumiyyətlə Forex-dən anlaşı olmayanlar verirlər, amma təcrübə traderlər dərhal verirlər ki, yəni söhbət nədən gedir. Nəysə, keçək biz gümüşə. Gümüşdə də dünən biz alış əməliyyatlarını paylaşdıq. 76, 200-dən 78-lərə qalxdı. Mükəmməl bir nəticə verdi. Bugün səhər saatlarında artıq biz yenə canlıda qrafik üzərində əməliyyatları paylaşdıq. Hələ ki gəlirdədir və 77-800-lərdən açdığımız əməliyyatlar da paylaşmaq Siqnal kanalında, o da gəlirdədir. Sellər, satış əməliyyatları 77-150-lərdəndir. Bitcoin'ə gəldidə isə dünən təbii ki biz 81-800-lərdən alış əməliyyatları icra etdik, 82-800-lərə qədər qalxdı. Bu da mükəmməl bir nəticə idi. Siqnal kanalında paylaşmışıq. Bunu YouTube'dan girib baxa bilərsiniz. Və bugün alışlar 81-200-lər, satışlar isə 80-500-lərdir. Neftə gəldidə isə neft dünən biz 111-lərdən satış əməliyyatlarını paylaşdıq və qiymət 100-lərə kimi 11 dollar endi. Bugün 106-80-lərdən alışlar, 100.20-lərdən isə satışlardır. Euro dollar, funt dollar da dünən Siqnal kanalına paylaşdıq. İlkin olaraq birinci gəliri euro dollar, funt dollar verdi və biz bunu Telegram Siqnal kanalında da paylaşdıq. Və bugün alışlar euro dolları 1.17-650-lər, satışlar 1.17-300-lər. Funtun dolar rəqabətdən 1.36-100-lər alışlar, 1.35-800-lər isə satışları. Nasdaq, S&P, Dow Jones, DXY, yəni biz YouTube'da da qrafik üzərindən göstərir, ümumi istiqamət yuxarıdır və uzun müddətli long traderlər üçün, long açan traderlər üçün, uzun müddətli əməliyyatları açan traderlər üçün mükəmməl bir fürsət edir və aşağıdan alış əməliyyatları açdılar və biz bunun yanvar ayından elə qalxması haqqında məlumat veririk. Hələ ki yuxarı doğru istiqamətlə davam etdirir. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.